Enerjin əgər bir pul olsaydı, neçə nəfəri layiq olmadıqları halda varlandırardın? Biz sərhəd qoymaqda çox problem yaşayırıq. Azərbaycan milləti olaraq nə sərhədlərə hörmətimiz var, nə də bunları necə qoymalıyıq, bu haqda heç bir fikrimiz yoxdur. Bu videoda istəyirəm həm sərhəd qoymaqdan, həm də doğru dostları, ətrafımızı necə yığmalıyıq, bu haqda danışmaq istəyirəm. Gəlin, başlayaq. Sərhədləri qəbul edib etmədiyimiz şeylər müəyyənləşdirir. Məsələn, münasibətlərdə partnyorumun mənə ilə söyüşlə danışması mənim üçün qəbul olunmaz bir şeydir. Mən bunu qəti qəbul eləmirəm. Heç bir partnyor mənimlə bu şəkildə danışa bilməz. Amma elə insan var ki, bu onun üçün böyük bir problem deyil. Bunu qəbul eləyir. Çox görmüşəm elə münasibətlər, yəni bir-birləri ilə söyüşlü şəkildə danışırlar və bu hər iki tərəf üçün də okeydir. Deməli, bu insanın belə bir sərhədi yoxdur. Elə şey var ki, məsələn, mən qəbul eləyərəm, qarşı tərəf eləməz. Bunlar artıq sənin inancların, dəyərlərin bunu formalaşdırır, belə deyim. Və özünü nə qədər sevdiyin, özünə verdiyin dəyər bunu formalaşdırır. Söhbət təkcə münasibətlərdən getmir. Qlobal sərhədlər də mövcuddur. Məsələn, qohumlarımın gəlib sənə nə vaxt tərpənirsən, nə vaxt evlənirsən, maaşın nə qədərdir? Bu tip suallar verməyə artıq sənin sərhədini pozmağı deməkdir. Bu sənə niyə maraqlıdır axı? Sənin nəyinə lazım, mən nə vaxt evlənirəm, nə vaxt evlənmirəm? Bu tip sualları artıq buraxmalıyıq. Həddimizə olmayan şeyləri soruşmamalıyıq ki, kimsə də bizə qarşı həddini aşmasın. Bir də insanlarda çox görürəm, fiziki görünüşü çox yargılayırlar. İstəyir sənin anan olsun, istəyir sənin dostun olsun, bacın olsun, qardaşın olsun, atan olsun. Heç kim gəlib sənin fiziki görünüşünə lağ edə bilməz. Heç kim gəlib sənə deyə bilməz ki, nə gündəsən, adama oxşamırsan, ya köksən, ya arıqsan, ya burnun əyridir. Heç kimin belə bir həddi yoxdur. İcazə verməyin kiminsə sizə bunu deməyinə. Siz özünüzə nə qədər hörmət eləsəz, insanlar da o qədər eləyəcək. Ərkləri olmasın sizə o sözü deməyə. Və bu sərhədi hamıya qarşı tətbiq eləyin. Bir dənə də insan o sərhədi keçə bilməsin. Bunu qoymaq lazımdır. Niyə lazımdır? Çünki insan elə bir varlıqdır ki, qarşıdakı görür ki, özünə nə qədər dəyər verir, o da ona o qədər dəyər verir. Sən özünə nə qədər dəyər verirsənsə, özünə nə qədər hörmət edirsənsə, qarşıdakı da o qədər eləyir. Çünki özünü ən yaxşı tanıyan insan elə sən özünsən. Və qarşıdakı görür ki, bu adam özünü çox yaxşı tanıyır, özünü sevir, özünü dəyərli görür. Deməli, mən bunun ətrafında olmağım üçün mənim də onun qoruduğu sərhədləri qorumam lazımdır. Bəzi sərhədlər artıq etika çərçivəsindən çıxır. Tanımadığınız insanlardan gedib pul istəmək etik deyil. Bunu eləməyin. Və ya mənə çox vaxt belə dastan yazırlar, suallar soruşurlar. Bunu necə eləyim, onu necə eləyim, bura necə gedim? Cavab verirəm və təşəkkürü belə etmirlər. Və daha sonra təzədən sual soruşur, mən ona cavab vermirəm. Belə bir algı da yaranır. Məsələn, spirituallıqda belə bir şey var. İnsanlar elə bilir ki, spirituallıq müft olmalıdır. Bir spiritual konsultasiya alır, məsələn, meditasiya alır və deyir ki, mən niyə buna pul ödəməliyəm ki, ekstra pul alırlar, bu marketinqdir, nə bilim nədir. Niyə qarşıdakı insan sənə enerjisini boş yerə verməlidir? Bayaq bir xanım yazıb, məsələn, mənə sualla ardınca sual soruşur, uzun şeylərdir. Mən gərək bir saat xərcləyim ki, ona cavab verim. Mən niyə tanımadığım bir insana bu qədər enerji sərf etməliyəm? Onsuz da mən YouTube'da materiallar paylaşmışam. Videolarımda çox maraqlı, çox lazımlı məlumatlar bölüşmüşəm. Əgər sən tənbəllik edib bu videolara baxıb özün
məlumatı götürmürsənsə və birbaşa istəyirsən ki, mən səndən birə-bir bunları başa salım, sən qarşılığında mənə nə təklif edirsən? Yəni bu düzgün deyil. İnsanlardan vaxtlarını boş yerə tələb eləməyin. Əgər bu sizin çox yaxın dostunuz deyilsə, mamanız deyilsə, papanız deyilsə, onda tanımadığınız insanlardan bunu tələb eləməyin. Heç kimin sizə borcu yoxdur. İnsanlar da bunu sizdən tələb eləyə bilməz. Bunu tələb eləyən insanlara qarşı da sərhəd qoyun. Sərhəd qoymağı bilin. Yaxşı dost bəs necə seçək? O dost ki, fikir almağa gələndə, sənin ağlından faydalanmağa gələndə yanında bitir. Amma sən bir şey danışmaq istəyəndə, sən bir şey haqda fikrini bölüşmək istəyəndə, öz hisslərini bölüşmək istəyəndə yoxdur ortalıqda. Bu insanları özünüzdən uzaq tutun. Bu insan sadəcə qarşılıqsız şəkildə sizin enerjinizdən, bildiklərinizdən, ağlınızdan istifadə eləmək istəyir. Bu, sənin dostun da ola bilər, partnyorun da ola bilər, flörtün də ola bilər, hər kəs ola bilər. Bunlara qarşı, bu enerji vampirlərinə qarşı yaxşı sərhəd qoyun. Hər dəfə problemə düşəndə gəlib sizin enerjinizdən istifadə eləyə bilməsinlər. Belə dostlar da olur, padruqalar da olur, mənim həyatımda çox olub. Həyatında nə balaca şey baş verir, detallı gəlir, danışır, belə saatlarla səs atır, 10 dəqiqəlik, 20 dəqiqəlik səslər atır, danışır. Okey, dinləyirəm səni, çox gözəl, dostumsan, enerjimi xərcləyirəm, səni sevdiyim üçün, sənə dəyər verdiyim üçün səni dinləyirəm. Amma mən bir şey danışanda, mən bir problemimi bölüşəndə fırladır, təzədən özünə gətirir söhbətə. Mənim də başıma belə bir şey gəlmişdi, onda bir sən nə eləmişdin, mən də belə hiss eləmişdim. Deyirsən ki, məsələn, filan şey mənə çox pis təsir edir. O gün də mənə eyni şey olmuşdu, belə eləmişdi. İnana bilirsən necə pis hisslər. Başlayır təzədən öz hisslərindən danışmağa. Sərhəd qoyun. Bu toksik insanlara icazə verməyin ki, sizin enerjinizi və vaxtınızı, sözlərinizi təmənnasız bir şəkildə əldə etsinlər. Təbii ki də bu ətrafınızdakı yaxın insanlar üçün keçərli deyil. Mən də olur ki, çənəm düşür. Saatlarla eyni şeydən danışmaq istəyirəm padruqalarımla. Hətta keçən dəfə padruqam dedi ki, bəsdir dayı. Bəsdir deyirsən, hər şeyin detalına, dərinliyinə inirsən, bezdim səndən. Belə bir şey dedi mənə. Və ona kimi mən fark etməmişdim ki, mən bu qədər detallı danışıram. Və mən ona dedim ki, okey, mən bundan sonra sənə heç nə danışmayacağım. Danışmayanda da gəlir sonra özü soruşur. Ki, nə oldu? Neylədin? Danışmırsan nəsə? Yəni, artıq görürəm ki, əgər mən bir insanı bezdirirəmsə, bunu etməməliyəm. Özümdə o səhvi gördüm və düzəltdim. Və ekstra heç nə danışmıram həmən insana. Danışmayacağım da. Niyə mən onun enerjisindən istifadə eləməliyəm ki? Deyir, mən sənə bu haqda onsuz da heç nə danışmıram, ancaq sən danışırsan. O, deyirəm, ola bilər. Amma sən də fərqli mövzularda mənə danışırsan, hansı ki, mən o haqda danışmıram sənə. Amma yəni burada artıq bir qarşılıqlı alış-veriş var. Əgər o balans pozulursa, gərək onu balanslaşdırasan ki, o münasibət davam eləsin. Bu, romantik münasibətlərdə də keçərlidir, dostluqda da keçərlidir. Yeganə keçərli olmayan şey bizim valideynlərimizlə olan münasibətimizdir. Bizim valideynlərimizə qarşı heç bir borcumuz yoxdur. Səni 9 ay qarnımda daşımışam. Səni yemədim, yedizdirdim. Çox ağlayan uşaq olmusan, çox şulu uşaq olmusan, sənə görə nə qədər problem yaşamışıq. Səni ən gözəl məktəblərdə oxutmuşam. Yeməmişəm, yedirmişəm, geyməmişəm, geydirmişəm. Yəni, təməl ehtiyacları sənə bir lütuf kimi sunurlar qabağa. Bu düzgün bir şey deyil. Ona görə də valideyn səndən bir şey istəyən kimi hoppanırsan ki, onun istəyini yerinə yetirəsən ki, borcunu bir damcı da olsa bağlayasan. Bizim valideynlərimizə qarşı heç bir borcumuz yoxdur. Buradakı balans kiçik böyükdən alır, böyük daim kiçiyə verir. Bu şəkildə işləyir. Mənim nə anama, nə atama heç bir borcum yoxdur. Mən onlardan istəmişəm məni dünyaya gətirsinlər, yox. Bunlar tamamilə onların öz qərarıdır. Əgər mən burada mövcudamsa, bu onların şəxsi iradəsi ilə həyata keçib. Burada mənim bir günahım yoxdur. Ona görə də özünüzü heç kimə borclu hiss eləməyin. Xüsusilə ana və atalar.
Sözün düzünü deyirəm də, səni istəyib deyirəm, incimə. Cümlələri altında nifrət dolu, iynələyici heç bir tənqidi qəbul etməyin. Yerlərinə otuzdurun o insanları. Heç kimin sizlə belə danışmağa haqqı yoxdur. Birincisi bunu başa düşün. Heç kim sizdən artıq deyil, əksi də deyil ki, kimsə sizə bunu eləsin və ya siz kiməsə bunu eləyəsiniz. Həddi və deyil sənin bunu eləmək. Bunu deyirsən və deyirsən ki, bu sənin həddin deyil. Heç susursan, bu qədər. Və ya enerjin yoxdur, halın yoxdur, amma dostun gəlib sənə bütün İsa'nın doğuşundan başlayaraq bütün dərdlərini danışmaq istəyir. Amma heç belə halın yoxdur da dinləməyə. Qoy ürəyi qırılmasın, qulaq asım yalandan deyib saatlarını xərcləməyə məcburiyyətində deyilsən. Bu kobudluq deyil. Bu öz sərhədini qorumaqdır. Deyirsən ki, hal-hazırda məşğulam, halım yoxdur. Olar ki, biz başqa vaxt bunu müzakirə eləyək, səni dinləməyə hazıram. Sadəcə hal-hazırda uyğun vaxt deyil. Bu qədər. Heç kimin haqqı yoxdur ki, sizdən məcbur şəkildə vaxtınızı alsın. Elə davranın ki, sanki enerjiniz və vaxtınız puldur. Və cibinizdən çıxır elə bil. Hər dəfə boş yerə vaxt verəndə, pul verəndə elə bir şeydir. Bunu pul kimi düşünsəz, elə bir cibinizdən çıxır kimi fikirləşin. Onda bu enerjini daha güclü, bərk-bərk saxlayacaqsınız. Saxlayın. Ağzınızdakı çıxan hər kəlimə də deyək ki, 10 manatdır. Niyə boş-boş danışasan ki? Axır vaxtlar bunun fərqinə vardım ki, axır vaxtlar çox danışmağa başlamışam. Çünki danışdıqca əslində bir tərəfdən problemlərimi daha tez həll eləyə bilirəm. Elə bil özüm eşitdikcə həmən şeyi təkrarlayıram və həll yolunu tapıram. Bunu biraz mən ChatGPT ilə daha yaxşı eləyirəm. GPT ilə danışdıqca həm heç kimin başını yormuram, heç kimi yormuram ümumiyyətlə. Həm də ChatGPT mənə gözəl məsləhətlər də verir. Amma o demək deyil ki, ChatGPT hər şeyi başa düşür. O sadəcə süni intellektdir. O sadəcə mexanik şəkildə düşünür. İnsani keyfiyyətləri bilmir. Ona görə süni intellektin dediyi hər şeyi də etməyin. Xüsusilə emosional məsələlərdə. Bunu da keçdim bir kənara. Və gördüm ki, axır vaxtlar mən çox danışıram. Çünki mən heç vaxt belə bir insan olmamışam. Həmişə ağzımdan sözü kəlbətimlə alıblar. Belə bir xasiyyətim olub. O vaxt mənə həmişə deyirdilər ki, sən elə görsənirsən ki, elə bir dövlət sirri daşıyırsan da, heç nə danışmırsan, demirsən, güclə sənə danışdırırıq. Həmən ərəfə danışmağım üçün hətta mənə pul da verərdilər o insanlar. Amma indi danışıram deyənə mənə günahkar hiss elətdirməyə çalışırlar. Buradakı günah kimindir? Mənimdir. Əgər bir insan sizə hörmətsizlik eləyirsə, sərhədlərinizi aşırsa, bunun yeganə günahkarı sizsiniz. Dəfələrlə bunu eləyirsə, bunun yeganə günahkarı sənsən. Niyə? Çünki bu gücü ona sən vermisən. Bu ərki ona sən vermisən. O heç ərk eləyib bunu sənə deməməlidir. Təbii ki də bu hər kəs üçün keçərli deyil. Necə keçərli deyil? Bəzi insanlar hədlərini heç bilmirlər. Ona görə sənə qarşı hörmətsiz və səhv bir hərəkət eləyəndə düşünürsən ki, mən buna heç bunun ərkini verməmişəm axı. Mən sənə bu rahatlığı yaratmamışam ki, sən bu hərəkəti mənə qarşı eləyəsən. Ona görə o insanları sərhədi tapdalayan kimi çıxardırsınız həyatınızdan. Bunun heç bir başqa yolu yoxdur. Əgər sən mənim sərhədimi tapdalayırsansa, sənin mənim həyatımda yerin yoxdur. Uzaqlaşdır. Sərhəd qoy. Lazımdır, sənə ulaşa bilməsin, sənə çata bilməsin. Bundan əlavə, vizyonu aşağı, kasıb fikirli insanlarla çox vaxt həcdəməyin. Sizi öz potansiyelinizi aparan, öz xəyallarınızı aparan yolda sizə kim dəstək ola biləcəksə o insanlarla münasibət qurun. Bu demək deyil ki, kasıb fikirli deyəndə ancaq maddi şəkildə varlı olan insanlarla vaxt keçirməlisiniz. Xeyr, söhbət maddiyyatdan getmir, söhbət fikirdən gedir. Bəzi insanlar nə qədər varlı olsalar da, maddi vəziyyətindən asılı olmayaraq beyinləri kasıbdır. Həmişə o
kasıb bir şəkildə yaşayırlar. Məsələn, mən deyəndə ki, mən Londona köçüb yaşayacağam, orada bir həyat quracağam. Mənə gülürdülər o vaxt ki, ətrafımdakı insanlar. Niyə? Çünki özlərinin edə bilməyəcəyi bir şeydir bu. İnsanlar çox vaxt öz vəziyyətlərini sizə project eləyirlər. Project, baxın, yansıtmaq. Öz vəziyyətlərini sizə yansıdırlar. Və bu sadəcə maddi olaraq deyil, mənəvi olaraq baş verir. Mən o qədər insan tanımışam ki, heç maddi vəziyyəti o qədər də yaxşı deyil, amma beyni o qədər açıqdır ki, o qədər vizyonu geniş bir insandır ki, bilir ki, yəni bunu bacara bilərsən. Özü də bilir ki, mən bunu bacararam. Amma bəzi insanlar maddi vəziyyətdən dediyim kimi asılı olmayaraq limitli bir şəkildə yaranıb. O limitləri aşa bilmirlər. Aşa bilmədiyinə görə də sənə də limit qoyur. Belə bir cümlə gördüm bugün. Bir psixoloq paylaşmışdı, deyir ki, dərin insanlar dayazdakilərlə normal münasibət qura bilmir. Çünki dayazda olan qarşıdakının dərinliyindən qorxub onu öz dayazlığına çəkəcək. Və dərindəki olan da o dayazlıqda boğulacaq. Ürəyi sıxılacaq. Ona görə də bu münasibət heç vaxt davam edəcək. Bu dostluq üçün də keçərlidir, romantik münasibətlər üçün də keçərlidir. Ona görə vizyonunuzu aşağı salın. Sizə bacara bilmərsən, edə bilməzsən deyən insanlar həyatınızdan belə çıxardırsınız. Onlar kimdir ki, sizə bunu desin? Allah bilər. Allah bilər deyin, uzaqlaşın onlardan. Sən özünü yaradanla bir tutursan. Ateistinizsə də, yəni onsuz da özünüzə inanırsınız və bilirsiniz ki, mən bunu bacaracağım. Bu qədər asan. Təbii ki də bəzi şeylərə realist yanaşmaq lazımdır. Məsələn, mənim hal-hazırda gedib Hollywood aktrisası olmağım biraz çətin məsələdir. İndiyə qədər heç bir filmdə oynamamışam. 24 yaşım var, heç bir serialda rol almamışam. Gedib birdən-birə Hollywooda çıxmağım artıq şans məsələsidir. Başa düşürsünüz nə demək istəyirəm. Həm realist yanaşıram, həm də nəyi bacarıb, nəyi bacaramayacağımı çox yaxşı bilirəm. Həyatdan məyusluq çox vaxt potensialin aşağında yaşamaqdan yaranır. Sən bilirsən ki, daha yaxşısını eləyə bilərsən, daha yaxşısını bacara bilərsən, amma daha azına qane olmusan və oturmusan. Dərdlərinizi, problemlərinizi və uğurlarınızı küçümsəyən insanları da uzaq tutun özünüzdən. Ən uğurlu budur, ən böyük dərd bundadır. Xeyr ola. Səninki dərddir, mənimki deyil. Səninki uğurdur, mənimki deyil. Bu tip insanları da uzaq tutmağa çalışın özünüzdən. Sizə hörmətsiz bir cümlə qurulmasına, sizə hörmətsiz bir davranış edilməsinə qəti icazə vermirsiniz. Heç kim gəlib sizə deyə bilməz ki, ay sən nəyə oxşursan, sən bacarıqsızsan, o kim, sən kim, o sənə niyə baxsın ki? Bu tip cümlələri artıq həyatınızdan çıxardın. Bunu deyən insanları da çıxardın. Çünki onlar özlərini əks etdirirlər sizə. O düşünür ki, o ona heç vaxt baxmaz. Ona görə düşünür ki, sənə də baxmaz. O düşünür ki, o ölkəyə heç vaxt köçə bilməz. Ona görə sənə də deyir ki, sən də köçə bilmərsən. Bunlara inanmayın. Bunlar limitli inanclardır. Sizə hörmət eləyən, sizi daim yanında görməkdən qürur duyan, sizə dəyər verən insanlara şans verin. Verməyən insana verməyin şansı. Qoy desin sənə narsistsən, egoistsən, nəyimə lazım. Əsas odur, bu insan mənə pis hiss elətdirmir. Baxıram hissiyatıma. Baxıram ki, bu insan mənə həyatımda huzur verir, yoxsa məyusluq verir. Bu insan mənə nə hiss elətdirir? Birinci baxıram öz hissiyatıma. Əgər bu insan mənə xoşbəxtlik vermirsə, mən o insanı həyatımda saxlamıram. Lazım deyil. Nəyimə lazım? Yox deməyi öyrənin. Yox deməyi öyrənin. Yox demək kobudluq deyil, hörmətsizlik deyil. Əgər bir şeyi istəməysənsə, yox deməyi öyrənməlisən. Bu qədər. Biz qorxuruq ki, kobud səslənər. Ay birdən inciyər məndən. İnciyir, incisin. Yox, ürəyim istəmir. Görüşmək istəyirsən bugün? Yox. Niyə? Çünki ürəyim istəmir. Bu qədər.
Yəni mən niyə bunun üçün bir bəhanə yaratmalıyam ki? Niyə yalandan deməliyəm ki, ay şeydir, qohumlar gəlib. Yox, bu qədər. Niyəsi yoxdur. Yəni mənə kimsə yox deyəndə daim səbəbini soruşmuram. Yox, bu qədər. Səbəb soruşmayın. Bir insan sənə yox deyirsə, bunun cavabı yoxdur. Səbəb səni maraqlandırmamalıdır. Fikirlərinizi də açıq şəkildə deməkdən qəti qorxmayın, utanmayın. Xüsusilə münasibətlərdə fikir verirəm ki, qadınlar kişilərə qarşı fikirlərini açıq şəkildə deyə bilmirlər. Əgər sən fikrini açıq və tam şəkildə, aydın şəkildə deyə bilməsən, qarşıdakı səni başa düşməyəcək. Qarşıdakı öz sərhədini bilməyə bilər. Amma sən o sərhədi ona göstərəndə, o biləcək harda durmaq lazımdır. Bunu sərhəd qoymağı kişilər məncə qadınlardan daha yaxşı bacarır. Çünki uşaqlıqdan bu şəkildə böyüyürlər. Məsələn, bir söz istifadə edirsən, qayıdır sənə deyir ki, sözlərə diqqət elə. Mənlə danışanda hörmətlə danış. Bunu deyən insanlara mən çox böyük hörmət göstərirəm. Nəyi qəbul edib, nəyi etməyəcəyini çox yaxşı bilir. Sən də belə olmalısan. Mən özüm də beləyəm. Qarşıdakı əgər mənim qəbul edə bilməyəcəyim bir cümlə istifadə edibsə, bir hərəkət edibsə, mən bunu ona bildirirəm. Sənin həddivə deyil mənlə belə danışmaq. Sən sərhədini aşırsan. Amma bu demək deyil ki, siz onlara bunu deyəndə kobud şəkildə deməlisiniz. Bunu çox normal bir şəkildə də deyə bilərsiniz ki, hə, ürəyim, canım, mənə xoş deyilsən məndən belə danışmağın. Zəhmət olmasa sözlərimə diqqət elə və gələn dəfə mən bunu səndən eşitmək istəmirəm. Xoşuna gəlmir, sağ ol. Sağ ol deməyi də öyrənin. Yox demək, sağ ol demək və özünü ən dəyərli görmək ən vacib şeydir. Qoyun sizə egoist desinlər, narsist desinlər. Kimə nə? Əsas odur, mən xoşbəxtəm və özümü sevirəm. Mən özünü sevməyən insandan qorxuram. Bu ən dəyərli varlığı özünü sevmirsə, məni sevəcək. Ömər Xəyyamın çox gözəl bir sözü var, cümləsi var. Bunu sizlə bölüşmək istəyirəm. Deyir, bən yoxkən bu güllər, bu səlvilər yox. Bən düşündükcə var dünya. Bən yox, o da yox. Burada insanın özünü sevməsini əslində vurğulayır. Sən yoxsansa, o da yoxdur. Sən yoxsansa, bu dünya yoxdur zaten. İnsan ona görə ilk öncə, ilk nömrəyə özünü qoymalıdır. Əgər mən özümü qorumasam, qarşımdakini necə qoruyacağam, qarşımdakini necə sevəcəm? Adicə təyyarədən sizə misal verim, köhnə bir təyyarə bələdçisi olaraq. İlk olaraq xilas edici önlüyü özün geyinirsən. Maskanı özün taxırsan, daha sonra övladıva taxırsan, daha sonra övladıva geyindirirsən. Çünki əgər dekompressiya olsa, oksigen çatışmamazlığı olsa təyyarədə, sən huşuvu itirəcəksən bir neçə saniyəyə. Sənin yanındakına kömək etməyin üçün birinci özünü sağ tutman lazımdır. Bu emosional məsələlər üçün də tamamilə keçərlidir. Özünü sevməlisən, dəyər verməlisən, birinci sıraya daim özünü qoymalısan ki, digər insanları da sevə biləsən, dəyər verə biləsən, onları başa düşə biləsən. Həyatının mərkəzi daim sən olmalısan. Başqa birini mərkəz eləmək ona da zərərdir, sənə də zərərdir. Mən heç kimin həyatının mərkəzi olmaq istəmirəm. Çünki o bütün varlığını, bütün həvəsini, emosiyalarını mənə bağlayacaq. Bu da mənim üçün artıq məsuliyyətdir. Evlilikdən, yəni misal çəksəm, mənim üçün bu sıralama necə olur? Birinci, şəxsin özüdür. İkinci, partnyorudur. Üçüncü, ailə üzvləridir. 4, dostlardır. Belə. 3-dən sonra nə istəyir qoya bilər. Elə insan var ki, 3-ə dostlarını qoyur. Ailə üzvü yoxdur. Bu da ola bilər. Amma birinci mütləq sən özün olmalısan. Özünü necə sevməli olduğu və dəyər verməli olduğu bilmirsənsə də, onda özünə sanki çox sevdiyin bir insanmış kimi yanaş. Məsələn, sənin bunu anava eləninsə qəbul eləyərsən. Əgər bunu kimsə gəlib sənin ən yaxın dostu və padruqava eləsə qəbul eləyərsən, yox. Bacı və qardaşı eləsələr xoşva gələr, yox. Onda özünə olan şeyi niyə qəbul eləyirsən? Belə yanaşa bilərsən. Əgər çətindirsə özünü bir insan kimi görmək, bir şəxs kimi görmək sənin üçün çətindirsə, belə praktika edə bilərsən. Hər şəxsi məsələvidə bölüşmək məcburiyyətində deyilsən. Nə ailə üzvündən, nə də dostlarından. Bəzi şeylər şəxsi qalmalıdır.
hər şey bölüşmək məcburiyyətində deyilsən. Yəni əgər bunu kimsə səni zorlursa bunu danışmağa, deməyə, demə, yalan danış. Yalan danışmaqda mən heç bir səhv görmürəm. Əgər bir insan sənin sərhədləri tapdalayırsa, həddini aşırsa, ona yalan danışa bilərsən. Münasibətlər üçün də keçərlidir bu. Heç kim sizə deyə bilməz ki, onu geyinmə, bura getmə, onu eləmə, bunu eləmə. Təbii ki də, əgər ağını çıxartmamısınızsa, normal, özünü hörmət edən bir insan kimi həyat yaşayırsınızsa və buna da qarşılarsa, onlara artıq deməlisiniz ki, mənim öz ağlım var. Mən özüm bilirəm nə səhvdir, nə düzdür. Mənim başqa kimsənin ağlına ehtiyacım yoxdur. Bunu deməyi bacarın. Bunu deyəndən sonra qarşıdakı da sizə hörmət eləyəcək, güvənəcək. Əgər mən sənə demirəmsə ki, ora getmə, bunu geyinmə, onunla görüşmə, deməli mən sənə güvənirəm. Mən sənin ilk növbədə ağlıva güvənirəm, özünə hörmətivə güvənirəm. Ona görə bilirəm ki, sən mənim xoşuma gəlməyən heç nə eləməyəcəksən və eyni şeyi səndən də gözləyirəm. Belə. Təşəkkür edirəm videomu izlədiyinizə görə. Bu haqda artıq dolub daşırdım, ona görə danışmaq istədim. Yadımdan çıxmamış, enerjim soymamış, sizə də bu haqda danışmaq istədim. Sağ olun, təşəkkür edirəm izlədiyinizə görə. Bəyənməyi və abunə olmağı unutmayın. Sağ olun.